Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla Beyin Mühendisliğine karşı Türkçe Eski Kitaplar programının 433. bölümün Allah'ın adı ve yadıyla başlayırıq. Xeyirli olsun inşallah. Gedək görək ki, bu günləri hangi kitab bizim atalarımız yaratdığı uyğarlıqlardan bizə gəlib yetişibdir. O uyğarlıqla tanış olaq. Allah Allah. Cəlibdir bizim kitaplarımızdan olan şey yok olubdu. O dosya ki orada kitaplarımızı saxlayırdıq, o yok olubdu. Elə bir ki, məcbur olacaq şeyi buradan bir şeyler yok olubdu, amma nə cür yok olubdu, niye yok olubdu onu bilən yoxdur feylən. Burada var. Bəlkə sən səfər Səndbadnamə ya Töhfətül Əxyar onu burada deyək ki, Səndbadnamə deyil, onun adı hər halda Töhfətül Əxyardır. Töhfətül Əxyar. Bu kitabı açdıq, baxdıq. İndi burada son kitab, 2 dənə burada kitab vardı. Bu 2 kitabı açaq görək ki, qabaqcan bunları tanıyırdıq yox. Bu bizə bu 2 kitabla tanış olaq. Birinci kitabın adı, bunu əvvəl bağlayaq, burada hər nə deysə. Təzkirə-i Şüəra Lətifi. Fikirəm bunu oxumuşuq. Bu Lətifini, Təzkirə-i Şüəranı oxumuşuq. Əgər səhv eləmirsəm, bu əgər olsa budur, amma burada indi mən nəzərimə gəlir ki, bunu oxumuşuq. İçindən də bəzi şairlər tapdıq ki, tanınmırdı türk dünyasında. Mən fikirəm bunu oxumuşuq, bəli, mən bunu tanıyıram bu kitabı. Kitab-ı Təzkirə-tü Şüəra Kəffətə mərhum Lətifi. Burada kəffə görsənir, amma mərhum Lətifi rəhmətullah əleyh bu kitabı görmüşəm. Aşağıda bu, hətta bu möhrü də yadıma gəlir. Bundan belə bu bölümlərə bir baxaq, görək ki, nələr vardı və şairlərin, yazarların adlarına bir baxaq. Əlbəttə təzkirə deyil, hərəsindən bir şeirdir, bir addır və qalanı qalıbdır. Kitab
207 səhifədir ki, bunu 2-yə çarpmalıyıq, çünki PDF-in hər səhifəsində biz 2 səhifə görürük. Bu da bu anlama gəlir ki, bu kitab 414 səhifəlik bir kitabdır və şairlərdən hərəsindən bir neçə sətir şeir gətiribdir, bir neçə beyt və onların haqqında tozih veribdir. Əlbəttə dairələr də yadımıza gəlsə saymışıq. Ona görə bu kitabı fikirlərim ki, ehtiyacı yoxdur. Bunu oxuyaq, çünki bunu görmüşük. Buradan da dilit eləyək keçsin, kitablarımızın hesabına gəlməsin. Təzkirə-i Nuriyyə Osmaniyyə. Ehtimal mənim ehtimalımdır ki, bunu da yenə görmüşük. Amma tamam. Buna da bir baxaq, görək ki, bunu görmüşük yox. Bu da Süleymaniyyə kitabxanasında olacaq. Bu da 706 səhifəlik bir kitabdır. Və bu dahi böyük bir kitabdır. Möhür, bir dana möhrü var. 4718, yəni 4718 nömrəli bir kitabdır. İstanbulda Süleymaniyyə kitabxanasında saxlanır. Burada Osmanlı dövründə işlənən möhrü görürük. Əşrada bir ayrı möhür var, oxunmur. Vəqfi Bədrun Nudur, ehtimalən vəqfə Bədrun Nudur el-namat fi بدیع الخلافة والمقامات السلطان ابن السلطان السلطان ابوالارسا و عثمان خان ابن سلطان مصطفی خان. Sultan Mustafa xan oğlu Sultan Osman xanın dövrü, bu onu eləyibdi, vəqf eləyibdi. Cəalallahu sərrəhu və yabsuruhu ləmənə lil-ədbari il-haq. Bu cüzü bir şey nöqtəsiz olduğu üçün oxuya bilmirəm. Bu biraz fərqli, aynı xətt ilə yazıbdı, Hərəmeyn-i Şərifeyn zat da orada var. Amma bu o şeydir. Kitabın əvvəlində biz bu bir təzhib görürük, çox gözəl bir təzhibdir. Amma çox yarımçıqdır. Mən fikirəm ki, kitabın əksini salanda da biraz az salıblar. Əksin ona görə düşübdür. Qıraqda bir möhür vardı. Çarçivəsi üst tərəfdə açıqdır ya bağlıdır, o bilinmir, amma bilinmir. Yəni mən indi burada deyim ki, bilinir, yox bilinmir. Çünki bir qərə xətt gəlibdir. Bu kitabın qurtarmasıdır, yoxsa kitabın səhifələrin arasındakı bu arxada gördüyümüz qərədir. Hər halda o görsənir, onun üçün bəlli olmur. Ehtimalən bunun təzhibin ortasında ya kitabın adı var, ya da Bismillahirrahmanirrahim yazılıbdır. Amma üçün rəngə çox qatışıqdır. Bəli, burada yazılıbdır. Biraz o üz eləyəndə bir şeylər görsənir, amma mən təşxis verəmirəm. Bunu mən deyim ki, təşxis verə bilmirəm. Bu kitab qərə yazı ilə yazılıbdır və ehtimalən farsca olsa bunu qoyacaq qırağa. Burada mən indi feylən baxıram, görürüm ki, bir-iki səhifə, birinci səhifə və ikinci səhifə Galibdir ki, türküdür və orada burada farsça, aha, okey, türküdür. Orada burada bir farsça bir şeirlər yazıbdır. Mən o şeirləri görmüşəm. Kitab türkcədir və Təzkirə-i Nuriyyə Osmaniyyə adında olduğu üçün ehtimalən bu dərbar üçün yazılmayıb, ya dərmar yazmayıbdır. Bu bəllidir. Çünki bunun dövrəsində o çarçivələr, ya şeylər yoxdur. Elə sadə bir şeydir. Kitab əlbəttə ortası xəsarət görübdür, qıraqlarına su keçibdir. Bəzi kəlmələr qırmızı yazılıbdır və bəzi nöqtə virgüllər yerinə qırmızı nöqtə qoyulubdur. Bəzi də şeirlərin də misrələri arasında bir dairə içində yaşıl eləyiblər. Belə bir vəziyyətdə. Birinci səhifə və ikinci səhifənin gördüyünüz kimi dövrəsində çarçivə var və birinci səhifədə təzhib var. Çarçivəni də için rəhləyiblər. Amma ondan sonraki keçirik, dahi çarçivədən əsər yoxdur. Amma kitabın, yazının sətirlərin əvvəlləri ilə axirləri bir xəttədir. Elə bir şey qoyublar və
onun üzü ilə yazıblar. Dediyim kimi bəzi kəlmələr qırmızıdır, bəzi kəlmələr mətn özü qərədir və nöqtələr qoyulubdur. O şeirlərin arasında bəzi yerdə o dairələr qoymayıblar, sadəcə bir şey yazıblar və ləhu kimi bir şey və şeirin arasında fasilə görsənir. Səbəbi təlif kitab 14-cü səhifədədir. Gərək gələk bura baxaq. Görək ki, bunu niyə yazıblar? Xacə Əfəndi və beləsi biraz sürətlə bu kitab çünki çox böyükdür. Gedirəm ki, görək nə vardı? Zikr Sultan Murad ibn Sultan Məhəmməd xan. Bu da Sultan Murad ibn Sultan Məhəmməd xanın 25-ci səhifədə də sultanın haqqında danışır. Əcəba bu sultanların adlarını bir-bir deyəcəkdir, ya nə olacaqdır? Onu bilmirəm, amma kitabı feylən zahirinə baxaraq. Zahirən kitaba çox su gəlib ortadan. İndi bunu dəqiq görə bilirəm, bu neçə səhifədə görürəm. Ortadan, yəni Şirazədən kitaba su gəlibdir, ya da başdan, kitabın üstündən keçib gəlib aşağıya. Kitab qırışıbdır, səhifələr burayanda qırışıbdır, onu biz burada görürük. İndi biraz səhifələri sürətlə vururam ki, gedək axirə yetişək. İlləti, bir illətdə budur ki, istəyirəm görüm, bəzi kitabların gözəl əksləri olur, ya nəqqaşiləri olur. Onlar da bizim üçün önəmlidir. Bizə çox şeylər tanıtdırır. Onu biz eləyə bilərik ki, ondan faydalanaq. Davam edirəm. Hala bu cüsü kitabı 177 səhifəni getmişik, yəni 350-ni geçmişik. Bu vəziyyətdə baxırıq. Burada bir kitabın burada üstünə 213-cü səhifəyə şorba dağılıb, nə dağılıb, bir şey tökülübdür. Orada burada tökülüb, bir şeylər tökülüb kitabın üstünə. Hala o su dediyimiz görsənir hər yerdə və kitaba çoxlu heyif olsun. Əlbəttə yazılar aradan getməyibdir. Bunu deyək ki, yazılar çox gözəl qalıblar. Mən təqribən tamam səhifələri burada görməyə çalışıram. Ki görüm bir dərdə dəyən bir şey, məsələn bu səhifə üstünə şorba kimi bir şey dağılıbdır. O birisi arxa tərəfində səfənin yenə, yəni bir vərəqin üstünə tökülüb, arxasında da geçib yağlı bir şeydir. Burada da yenə bir şey tökülübdür. Elə şayət də həman odur. O səhifəyə tökülüb, buna da gəlibdir, geçibdir. Yəni bu bir səhifəyə da geçibdir. Kitab biraz pıntı saxlayıblar, kitab sahibiymişlər. Deyib, öz malımdır, töküldü. Biz də bir şey deyə bilmərik. Yəni sağ olsunlar. Sağ olsunlar ki, ölüblər, gediblər. Allah rəhmət eləsin ki, bu kitabı bizə saxlayıblar. Kitabın son səhifəsinə gəldik. Görək ki, burada bizə nə yazır? Bu bir şey bizə verir bu kitabdan. Bir yoxsa yox. Baxıram, görürüm ki, hardan eləyə bildik bunun bir li münşeihi. Bu kitabı yazan, indi buradan başlayır, özü desin. Sözlərin girdi, Bismillahirrahmanirrahim. Sözlərin girdi hüsnü qoynuna, ya da Həsən. Sözlərin girdi Həsən qoynuna, ol simitənün, ola kim qəlbinə təsir edə söz süxənin. Binaən əleyhi cümlə-i xuddam-i rütbə-i aliyə və sədəni-i səddi-i samiyədən cənab-i məali nəsab və məkarim intisab عالمی قواعد اصول مفردات عارف قوانین فروع مرکبات با قوتی معدن خلق حسن olacaq ehtimalən. با قوتی معدنی خلق حسن مغلی عیون اعیان زمن صبر فی بازار معارف سبعی سیاره عالمی لطایف کاتب ارباب پادشاهی شایسته انواع مراهم و مکارم شاهنشاهی مصطفی آقا. Bu sıfatlar ki Mustafa Ağadır.
bu derbarda ya da o xilafətdə işləyirmiş, öləm sahabı bir adam imiş. Mustafa Ağa ki, hüsn əxlaqı ilə şöhri afaq olduğundan qeyri qələm misal hüsn xətti təhsil eyləmiş. Bu birisi səhvədə görək nə yazır? Və mani mانند نقاشlık sənətin təkmil etmiş məarif külliyə və sənayi xəzinədə mahir bizzat müstecmi'il məhamid və məxafirdir. Bu nüsxə-i cəlilənin istiktab və istikmalinə təqyid göstərib şəraif təşrif və təzimi bər bir məzid və cami cədid ilə سعید olsun diye sadat امیم البرکات'den ve taife şerife ehli sünnet cemaat'den cami mefahir ve menakib Muhammed Emin الترمذی الحسینی الکاتب قلم اقلام مشکین ارگامی ile اتمام ettikdə ما صدق کلام kitab-ı kerim جاء من خیر katib oldu. Ca min xeyrin katib oldu. Bunun kitabı yazan kimdir? Burada adını bildik ki Muhammed Emin katib deyibdi. İhtimalen yani nəssah. Mən yazıram nəssah. Əvvəl kitabın adını yazaq. Ad. Əlbəttə burada yazıb Təzkiri Nuriyə, o qalsın. Sonra yazaq nəssah. Muhammed Emin fikir edirəm bu kitabı mən tanıyıram. Muhammed Emin mənə tanışdı bu ad. Emin Ət-Tirmidi. Fikir edirəm hətta bu Tirmidi və Tirmizi dalzığının onun da üstündə hətta bəhs elədik. Əl-Hüseyni el-Katib. Əl-Katib. Əlbəttə bunu soruşa bildik ki biz bu Əl-Katib deyir ki qələmi əxlaq müşkün ərqami ilə itmam etdikdə masıdır kilami kitab-ı kerim oldu. İhtimalən burada yenə nöqtəsiz yazıbdı. Onun üçün mən bunu oxumaqda biraz zor düşəcəyəm, amma تمعت الفقیر المذنب عن عبدالباقی الانطالوی. Bunu katibi o ayrı adamdı, bu da bir ayrı adamdı. Yazan budur. Oxuya bilmirəm əvvəldəki kəlməni. Təmmət də istirəm oxuyam, oxunmur, ayrı bir şey oxunur. Oxuya bilmirəm. Əl-Fəqirül Müznib Əbdülbaqi Əl-Əntalavi Əntaliyavi ihtimalən fi yevmil sabi min şəhri zilhəcce-i şərif min şuhuri səni 20 və əlif min hicrəti xeyrül bəriyyə aleyhi təslimə vəl-bəhiyyə. Bu nəsraq üstəki deyilmiş. İhtimalən yazarmış. Onu əgər deyişə bilsəm yaxşı olacaqdı. Yazar. Beləsi yazdıq, bu bura gəlsin. İndi nəssaxın adı gəldi aşağıda. Bu nəssax Əbdülbaqi Əl-Əntaliyovi ya Əntalibəvi. İndi görək mən bu ad da mənə talifdir, yəni tanışdı. Tarix nəsx. Nəsxin tarixi Zilhəcce-i yevm-i sabi, yəni 7 Zilhəccətül Həram. Əlbəttə burada yazıb şərif. Min şuhuri səni 20 və əlif hicri.
Min hicretin nəbəviyyə. İndi 1020 yazıb burada. Bunu yazaq burada. 1020 hicri. Tamam. Burada bunu beləsi bu adam yazıbdı, amma ehtimalən o üstəki katib elə mənzur bu adamdır ki, yazıbdı. Bunu oxuduq. İndi kitabı biraz kiçildək və gedək əvvəldən bu kitabı görək ki, nə deyir. Birinci səfənin elə arxasından kitaba giririk və kitab Sərnamə-i Səhaif, yəni tamam müsriflərin, kitabların başı. Sərnamə-i Səhaif İnnə haza təzkirətun. Quranda bir ayənin bir neçə kəlməsidir, yəni 3 kəlməsi. İnnə haza təzkirətun. Bu kitab xatırladandır. Təzkirə zikr xatırlamaqdır, anımaqdır. İnnə haza təzkirətun ki miftahi xəzayin təbsirə və fihrist nusxə səadət əbədi ki dibaçı kəramət sərmədidir. Həmd و سپاس و شکر بیقیاس خالق الجن و الناس متکلمی کلام اعجاز اساس. Yəni الان ki bunu oxuyuram bu kitabı, bugünkü şeirin anlamı budur. Yəni bu günlər Amerikada, Avropada şeir deyəndə bu cür bir şey yazırlar. Mütəkellimi kəlam icaz əsas dur ki rütbə şüərای şeiri ماوی و مقام سحر آفرینان شعرای آرای کلامی بیعدیل و گریننده چی ما صدقه و اینها لتذکرة للمتقینdir. Gəndə bir ma sədəqədən o üzə bir ayət dur. Əş-şüərâ yetəb'əhumul gâvûn. Gəndə bir ayədir. Kəlamilə past و ادنا qılmışkən sünyای کرامت مغرای الا الذین آمنوا و عملوا الصالحات ilə bülənd balay ilədi. Lemünşihi yazan hal şeiri haqqı beyan etmiştir in istisna ilə şanini isbat edersen biridir illa ilə. Nəsr. Və şeiri, yəni şeiri də bu yazan yazıbdır. Bu şeir də yazanın özünündür. Və zavahiri ستایش که خزانه تعداد و صندوقه حسابده جنجایش tutmuyor. ol mebde معانی بدیع الشأن الذی خلق الانسان و علمه البیان cenabine şایسته‌دür و eder ki خلعت اعجاز موجز ترازیدن غبار احتمال شعریتی و ما هو به قول شاعر مقالی ایله ازاله و حیاز تقدس کلام بلاغت نظامه سرچشمه میم و ما علمناه الشعر و ما ینبغی له دن نفی ما نفی است. Getdi təzyiq təhlil edilmiş kəlməni mən elə demişəm bəlkə bu cür oxunur. İndi gördüm ki təzyiq təhlilə keçibdi. الذی خلق الانسان و علمه البیان cenabine şایسته‌دür و eder ki خلعت اعجاز معجز ترازیدن غبار احتمال شعریتی و ما هو به قول شاعر ما هو bu madan başlayacaq ehtimalən. به قول شاعر مقالی ilə ازاله و حیاز تقدس کلام بلاغت نظام سرچشمه میم و ما علمناه الشعر و ما ینبغی له دن ما نفی bu ma ki bunlar ma əlləmnada və ma ynbəği də var idi. Üstdə də işlətdi burada da.
Bunlar deyir ki, nəfyi esalət etməklə, yəni onu kökündən nəfy edir, yoxdur. Dərəcat şe'rایی məni və əla eylədi. Dərəcat şe'rایی məni və əla eylədi. Qət'ə bir şeir deyəcək, indi ehtimalən bir iki kəlmədən nədir? Paye şeirini که تو زیبنی نمی‌دونم زینی نفی نعت پیغمبری کردند، به هر تصحیح نسبت قرآن تهمت او به şairi کردند. Fikir edirəm bunları mən bu kitabı görmüşəm. Biraz bəzi şeylər gözümə çox tanış gəlir. Nəsr Zəmi Feyyaz زوارف عوارف و وهاب خلع شرایف که معانی رنجین کلکلرین کلستان جان عرفانده رایحه صناع ذات معلاسیل بیاعد یندلیب دهان و بلبل لسان انسانی بستانسرای جهانیده نغمه شکر نعمت و نعمه شکر نعمت و احسانی ایله نغمه سرا ایلدی. بیت هر زبانی که نه ذکر تو کند گویا نیست، هر دلی کونه به فکر تو بود جویا نیست. bir منشئی bir kemal ve mübde'i la yezalıdır ki bir münşei yani icat edilen bir münşei ber kemal ve mübde'i la yezalıdır ki ve raf'i ba'zhum fawqa ba'z Qurandan ayə gətirir. Özdə rəngin də dəyişiklik yazmır, üstünə də hərəkə qoymur. Eyni elə bir türkcə yazı gedir. Yəni bu adam mötəqiddir ki, bu kitabı oxuyan ərəbcəndə yaxşı bilməlidir ki, bura gəlibdir. Və rəfə ba'zhum fawqa ba'zin dərəcat fəhvasi üzrə dərəcat kəlam cəlalət məzahiri ki تراز گبای محامد و معاصر در نمایندگی تفاوت و اقدار etmiştir که بعضی‌نون کلماتی مانند اصوات حیوانات و بعضی‌نون ادای روزمرسی مشتمل انواع تشبیهات استعارات در جنل منشئه yazan Teala Allah ki mahiyette bir kün nişane insan kimini eyledi bi evvel kimini eyledi Hassan. Bu evvel olmayacaktı. Bu da bir ayrı bir şey okuyacaktı. Bi aqall olacak ihtimal verirəm. Teala Allah ki mahiyette bir kün nişane insan kimini eyledi من به اول جور سنجام به اقل چمینه ایلده حسان من بلست okudum ama ihtimalen غلط okudum. نصر و هو الخالق البارئ المصور مقتضاسنجا ید قدرت گاهرسی بر پیکر نمای خانه ابداع درچی هر روز سرای سیمایی رنگ چافوری ایله مسیگل و مجلایی در و برنقشی چشای ایوان مکنت و اختراع درچی هر شب چاشنایی سماواتی شمعدان زرین و گنادیلش شهب و پروین ایله müzeyyen ve محلایی در Cindəf şeirdir. Gedək görək ki, o birisi səhifələrdə bir bizlərə kiçilim ki, hər iki səfəni görün. Ondan sonra mövzu görək xara gedəndə dəyişdirək, yəni. Taza bir mövzu gəlsə, burada Həzrət Muhammədə salamı salavat getirir. Oradan biraz oxuyaq, davamıdır. Deyir ki, پس صلات صلوات و نجبات تحیات اول سلطان رسول هادی السبل امام الهدا شفیع الورا افصح من نطق بالزاد و الاملح من روت مکارمه کل ساد نور هدیگه آفرینش
نوردیده عقل و بینش، رهنمای قافله سالار انبیا، راهگشای سلاسل اولیا، واسطه گلاده رسالت، پیشوای صدرنشینان صفوه نبوت و جلالت، خیل انبیا و جند اصفیایه، قائد جیش بلبل جلستان انا افصح العرب، بید انی من بید انی من قریش، توتی شکرستان اناسید و ولداد اخیا بالمدمون امنت والله زخته و لدادم اندلیب جلزار انا افصح العرب والعجم، خلوت جزین ما ارسلناک الا رحمة للعالمین، مسند نشین کنت نبیا و آدم بین الماء و الطین، رسول مصطفی حضرت محمد مصطفی صلی الله علیه و سلم جنابنا، چه مطلق دیوان نبوت و صف وصف کمال و مقطع dastان رسالت نعت celal olup tamam görürsünüz ki Hazreti Muhammed'in hakkında uzun cində burada yəni 2-3 dəfə Allaha deyəcəkdi. Buradan da bu üzə Hazreti Muhammed'in gedəcəkdi zikr əlcab padişahan cahan. Görək ki burada biraz qeydaq da çünki şahid kəlam və məqal تاج حمد ملک متعال ملک متعال، تاج حمد ملک متعال و قلاید صلوات رسول پل افضال ایله آرایش و جمال verildi. Münasib oldu ki Muhammed ashab dal daxi ashab al daxi اولنو عروس حسن و کماله، زری خلخال اوله چی پس زواهر ترزیه چی کان صدق و صفاده تربیه olunmuştur. آل و اصحاب و اطرت احبابنه که کفره لعام قبول ایمان و اسلامدن حاربین oldukta cümlesi فما لهم عن تذکرت معرضین deyip kimisi baş ve canlarıyla çalışıp نیزه جانستان ile راه خدایی کفار بیدین و ایمانه gösterirler ve vücud şart nehad ve zalalet تخمیرlerini تیر پرتأثیرleriyle alem بئس المصیر götürürler ve tیغ بیدریغlerini ol محادل و تلاینه راه فنا edip دست فقتلول müşrikine ile firqe bidini kılıçtan geçirerler idi. Ve kimsi dahi zaban lisani ile hizmet edip ol hazretün methu sanasında nece qasaid garra inşa edip مظهر الطاف بی حد و انتحالری olurlar idi و لحاظا هر بری نجوم هدا و بدوری تقا olup قامت مناقب و مفاخرleri اشداء علی الکفار رحماء بینهم خلعتی ile مکرم و معزز و خلعت پرشهامت منقبتleri رضی الله عنهم و رضوا عنه ترازیل معزز و مترز oldu. Şer. ابر رضوان که یقه ترمیه bir saat و آن روزه آلینه اصحابنه olsun باران. Zikr əlqab padişahan cahan. Burada padişahlara görə nə deyəcəkdir? مرات زمائر اهل بصائرده مرآت زمایر اهل بصائرده واضح و ظاهر و مشکات انظار ارباب معانی و مفاخرده کالشمس فی اوقات الهواجر روشن و باهردر که بر فهوای غمزدای و اجعل لی لسان صدق فی الاخرین همیشه نازمان درری کلام بلاغت آیین
صحایف ادواری ذکر محاسن شاهان فلک تمکین ایله تزیین دب هر گرنون دیبازسینده اول هنگامده صاحب گران زمان و فرمان فرمای زمین اولانları ki حارسان ثغور ملک و ملت و جالسان سریر عز و دولت و مستظل سرادگاه جلالت و جاه و وزیر سایبان وجود و امکان ده صدر نشین شادروان از سلطان ظل الله دور تهدید و تعین اتمک عادت رضیه‌لری و همواره سروران انجمن سخنپروری و پیشروان مسالک بلاغت و براعت جستریدن گردن و جوش ایامی جواهر معاصر سلاطین پر احترامیله که مظهر انواع فتوحات کثیره و فیوزات şerife dür ve maatife tamam devam edir beləsələ fiilən uşaqların adlarını getmədik görək nə deyəcəkdi. Buradan bir şey etmələn. حمد و صد حمد به درجاه کریمی متعال که عنایت بیغایت قادر مختار به موجب والله یؤتی الملک من یشاء چوی سلطنت جهانی bir sultan saadet nişanın çoğan ihtiyarına getirmiştir. Misra şükr صد şükr به نعمای کریم رزاق که ارادت حضرت پروردگار به مقتضای والله یؤید ینصره من یشاء اینان ممالک ایران و تورانی بر پادشاهان مکارمین قبضه اقتدار نگترmiştir که تازی پر ابتهاج خلافت استقاقه شاهدی ادنا و سریر عالم مسیر و سلطنت استحالینه حجتی بزلیdir. Sultan Selatin Cihan basidi beste görək adın deyəcəkdi. بساط امن و امان جمشید مشتری مهر و چین اسکندر کیوان چشم و تمچین بهرام مریخ حمله و آهنگ دارای خورشید غلام فیروز جنگ خسرو ناهید بزم و فریدون عطارد عزم و خرم سلیمان ماه رایت و علم افراسیاب ستاره خدم و حشم بیت در بحر پادشاهی قطب چرخ سلطنت سایه لطف الهی مایه فضل و هنر پادشاه بحر علینده تور العلا آفتاب سایه ور کهف الوری خیر البشرا بشر هر حال در عربی ترکی قاتشتی ببینم نصر خورشید رحل خورشید زحل محل و جمشید فلک مماس آینه جمال فرخنده مثال فاحکم بین الناس نقد وقت اشراف و نتیجه گران یا باخم جورم چی سوالف مظهر شرایف و مرآت لطایف جعلناکم خلایفه و وارث ملک سلیمان حارس بسیط جهان بالطول و العرض مظهر کلام بلاغت نظام و ما صدق خطاب پر انتظام انا جعلناک خلیفة فی الارض شعر جدی و نثر. Feylen ki bunlarda bir şey görmürəm, baxıram sürətinə. Görürüm ki burada hala baxıram ki sətirlərə biraz sürətlə baxıram da oxumuram. Göz fəqət dolandıram görüm bir şey mənə tanış gələr.
o tanış gəldiyi yerləri başlayaq oradan oxuyaq görək ki, burada bir şey gördüm ama bu bir sultan derraç ve xaqan پر ادراکdür ki kim? Orada qaldım. Salifdir, buradan görməmişəm amma hey qeyd edirəm dallılıq ki görüm adı keçmişəm bəlkə mən. Şimdi burada elə hətta bu birisi səhifədə deyir ki, yəni elə bir məsələn mən keçmişəm ad üstə deyilibdi. Buranı oxuduq amma burada bir şey görmədim yəni. Yəni qeyd etdim, gəldim əvvəlinə, müqəddəmənin əvvəlinəcən gəldim amma o adı görmürəm, amma hey işarə edir ki, qabaqda məsələn elə bir şey deyibdi məsələn. Deyir bir sultan ali mənzilət və unvanıdır ki, yəni üstə elə bir onun adını deyibdi. Bəlkə burada deyibdi bu şeirdə, bu şeirlərə baxmırdım, şeirlərdə bəlkə deyər. Sikəndər qədru dara Feridun و فر و جم فرمان حضرت الهام و موسی خضر الهام و موسی کف محمد خلق و عیسی دم جهاندار فلک قدر مبارک رای و فرخ رخ جهانگیر جهان بخش و همایون موکب و مقدم. Yəni hər halda gəlmiş bu 8-9-cu səhifəyə baxırdıq, görürük ki, burada da yenə ad hala görmürəm. Burada deyir ki, məsələn, bir sultan درraç خاقان پر ادراکdür ki دامن اسمت و عفتی مانند ادیال افلاک کدورت طبیعیه و اوساخ بشریدن طاهر و پاکdür و افجار çar آخرت ilə tərsan و غمناک olmaqla. Görürsünüz yəni hey hələ feylən tozih verir. Gəlir o birisi səhifədə də yenə heç bir şey görmürəm bu şəxsiyyətin adı haqqında. Çox uzaldıb sözü. Fikrim elə bu uzatmaqlar yadıma gəlir ki, bu kitabı qabaqcan görmüşük. Elə onda da belə bir müşkülə düşmüşdük. Axırda gəldik burada şahın adını görəcəyik, amma harda görəcəyik Allah bilir. Burada gətirib, tamam. İlla bir belə ki dedim o kimdir, o bir şah و bir xəlifə falan. İlla və hüvəs sultanul əzəm vəl xaqanul ədəlil əkrəm malik riqabil üməm مولا ملوک العرب والعجم مفتح ابواب البر علی الخلایق مفیز سیول المکارم فی المغارب والمشارق اول السلاطین و اکبرهم عقلا و اکثرهم فضلا و اصدقهم مقالا و ارفعهم خصالا و اوفرهم علما و اوقرهم حلما اعدلهم خلقا اجمعهم خلقا از سلطان ابن سلطان از سلطان مراد خان ابن سلطان سلیم خان ابن سلطان Süleyman xan. Burada bildik ki bu kitabı hangi dövrdə yazıblar?
çağ yazsaq biz bu çağı taparıq. Dedi ki, Sultan İbni Sultan Murad Xan, Xan İbni Sultan Səlim Xan, bu da Sultan Süleyman Xan. Bunun zamanında bu kitab yazılıbdı. Soruşur deyir şura ədaməllah ta'ala mülkəhu və sultanəhu və əzzə ənsarəhu və əvanəhu kəma əla أعلى شأنه وقرن أيام سلطنته إلى أعوام الدوام والتقليد إلى أن يرث الله الأرض من عليها إنه حمید مجید. duası edir və davam edir. Mən getdim o bir səhifələrə. Fikirəm kitabı görmüşəm, yenə də deyirəm, amma burada bir şeyə gəldi. Görək nə deyim. Zişri mövqi məvani əyyam və əlahi. Bəli, bunu görmüşük ki, özünün dərdini deyir ki, məni belə o başıma oyunlardır. Səbəbi təlifi kitab. Bu da uzundur, oxumuşuq qabaqdan, ona görə bu kitabdan civaz keçirəm. Bu kitab çox əlbəttə oxumalıdır, çox da gözəl bir kitabdır, amma öncəcə oxumuşuq. Mən bu günləri bir neçə dəqiqə bu şeydə dolanırdım. Bir kitab gördüm. Onu əgər eləyə bilsəm, tapsam yaxşı olar. Şimdi burada bir kitab gördüm. Əgər Qotu Doğu Bellik kitabı bir ayını bunun əziz dostumuz Rəhim Ağbayraq cənablarının danışıqlarıdır, amma mən fikirəm burada bir kitab da gördüm. Baxaram görüm acaba tapa bilirik ya yox. Biraz nedense yorğun kimya. Bir de bilmiyorum kitaptaymış Gülya benim gözlerimdeydi. Şey eləyə bilmədim, yəni bu deyil bəs, bu deyil. Çünki çox getdim o yüzden. Divan məşrəbdir ya müşrübdür. Açıq görək ki, bunda nə var? Yine orada vardı tercüme Leyli mesela Hakim Fuzuli. Kim bunu tercüme eləyibdi? Ustad İcranqədəm xanım Döktür Dəbbaği در تبریز به فارسی ترجمه شده است. Bunun Farsı veya Türkçeydi ki Farsiyə tərcümə ola. Orası biraz məsələdir. Bu fikirlərim ki Divan Əmir Hidayətullah. Burada da ondan bir gözəl əks qoyubdu. Mən də bunu vurdum download eləsin. Leyli məsələn Əli Şiri Nəvai. Fikirəm bunu görmədik. Bunu indirək. Bunu görməmişik. Ərzişi var ki indirək və onu da oxuyaq. Leyli əlbəttə Əmir Şiri Nəvainin kitablarını toplamalıyam. Və onu görməliyəm, amma
Mən bu bəzi adamlardan çox təəccüb edirəm ki, bunların üstündə heç bir şey yoxdur. İran bayrağı nəyə qovurlar bunlar? Ya məsələn İranın adını nəyə gətirirlər yazılarında, şeirlərində o yerdə ki, ehtiyacı yoxdur. Yəni onların başlarına güllə qoymayıblar ki, əgər sən bu bayrağı qavzamasan ya İranın adını gətirməsən, şey olmayacaqdır. Burada Koroğlu'nun bir ayrı kitabdır. Biz dünən İsrağa gün birini oxuduq. Bu o deyil, fərqli bir şeydir. Yəni bəzi yerdə mümkün olan məsələn deyirlər, sən bu bərnaməyə gəlirsən, gəl İranın adını deyəsən. Ya Azərbaycanın yalnız İranda deyəsən, ya bayrağı da zorla qoyarlar ora. Amma bir çox yerdə ehtiyac yoxdur. Yəni ehtiyac yoxdur da İran sözünü işlədəsən. Sən Azərbaycanlısan, Azərbaycan sözünün üstündə təkid eləməlisən, danışmalısan. İran məsələsini orada hər kəs deyirsə, o İranı millətin zehnində bərkidir. Əvvəldə bir kitabımız vardı, gedək ora. Görək burada taza kitab qoyublar ya yox. Bir burada baxaq. İskəndərnamə Əhmədi Həzrət Əmir Əli Şirnəvainin sözlüyü fikrim görmüşük bunu. Nə'ti lüğət Nemətullah görmüşük. Əbu Əli Sinanı görmüşük. Sözlük farsça türkçə görmüşük. Şəmail Mənzum. Bu nə deməkdir bilmirəm ki, görmüşük ya yox. Məsnəvi Küşki ya Küşəki. Lüğat Əxtəri nə deməkdir? Şeyx Nizaminin Məxzənül Əsrarını qoyubdur. Fikrim farscadır, amma yenə də baxaq da, yəni. Burada bir cəlib kitab görürəm, əgər bunu şey olsa. Hacı Bəktaş Vəlini görmüşük. Müracaat Peyğəmbəri Mənazil Arifin fikrim görmüşük. Mənaqib Əmir Sultan bu nə deməkdir? Xaki Dedəni görmüşük. Mənaqib Hünərvəran görmüşük. Mənsur Münşəat Həzrəti Sənai. Sənai Həzrətinin bu münşəatı nə deməkdir? Acaba bunlar ikisi bir şeydir ya fərqli kitablar? Biraz fərqli görsənir, ona görə bunu bıraq. Nəsaimül Məhəbbəti Həzrəti Nəsim. Bu da cəlibdir. Həzrəti Nəsiminin Əli Şirnəvainin kitablarını toplamalıyam. Nəsihətnamə, Nəhalistan, Nə'ti Rəsul-i Əkrəm sallallahu. Bilmirəm, bunları indirirəm, yadıma gəlmir. Yasin Şərif tərcüməsi, əşar. O qədər şairimiz vardı ki, saydan izafidir. Ona görə onları Təlim-i Ulum 1510. Bunu indirmişik, bəllidir.
Buradan bu əşyanı indirmişik. İlla ki, burada beləsi qalsın. Görüm nə vaxt başlamışıq biz bu günlərdə. 1 saata yaxındır. Mənə bu günləri yetər. Nədən isə ehsas edirəm ki, başım ağrıyır. Bu gün yetər. Qalsın bir ayrı gün. Gözlərim də biraz dedim əziyyət çəkir. Ona görə qalsın bir ayrı gün, bir ayrı kitab